1-ci Qarabağ müharibəsində şəhid olan Ceyhun İsrəfilovun qardaşı oğlu Ceyhunun Çərəkə kəndində keçirilən toy məclisinə dəvət almışıq. Ceyhun Ələddin oğlu İsrəfilov şəhid əmisinin adını daşıyır. Allah şəhidimizə rəhmət eləsin. Allah bəyimizə xoşbəxt olmağı nəsib etsin inşallah. Toy məclisindən görüntüləri sizlərə təqdim edəcəyik. Bizi izləmədə qalın. Ceyhun balam gözəl günüdür. Allah onu xoşbəxt eləsin. Yarayanlardan eləsin. Xoşbəxt olasan inşallah. Sən üçün Həmini təbrik edirəm, gəlin bacımı təbrik edirəm. Həm oğluya xoşbəxtlik arzulayıram. Yarayandan olsun. İnşallah əmini də təbriklərini qoşulan. Gələn bu vaxtda evindən körpüsə düşərsin. Allah xoşbəxt eləsin. Oğlu bizdə olsunlar, olsun. Oğlun toyuna gələk. Dostluğumuz əbəd olsun. Sağ ol. Salam, hamınızı xoş gəlmişsiniz. Bugün mənim şəhid qardaşımın adını daşıyan evladımın toy məclisidir. O uşağın məclisi bizə qismət olmadı, amma bugün toy mübarək olsun. Xeyir işlərdə oturaq, söhbət eləyək, tanışaq, gülək. Allah mübarək eləsin. Xoş gəlmişsiniz, gələn yaxınız var olsun. Bizə rəhmət eləsin. Bizim bura dəvət almışıq. Leyla xanım, Leyla Qarabağın nəsən. Gözəl toydur. Allah xoşbaxt eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Biz təmannası gün toyda iştirak edirik. Bakıdan Leyla xanım dəvət alır. Təmannası bu toyda iştirak edirik. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Teşekkür edirəm. Əvvəla sizə var olasınız bu gözəl çəkiliş üçün və dəyərli əziz Göyçaylar, dəvətinizə görə sonsuz minnətdaram. Hörmətli bəy atamızın dəvəti ilə şəhidimizin, dəyərli şəhidlərimizin Allah rəhmət eləsin və hörmətli bir şəhid ailəsinin bugün gözəl və gözəl toy ziyafətinə dəvət almışıq. Canla başla super səviyyədə də iştirak edəcəyik. Allah xoşbəxt eləsin. Bir daha İsmail müəllim, gözəl xanəndəmiz, gözəl sənətkarımız var olsun. Nə xoş bizə hər zaman şəhid ailələrinə, qazi ailələrinə dərin təşəkkürlə baş üstə minnətdarlığımızı bildiririk. Təmənnasız qulluğumuzdayıq. Var olun. Sevgi Remzi, varsalı sevdalar altında hazır eğlendirik. Bəyimizi gəldimizi toyumuza dəvət edirik. Bəyimizi gəldimizi bəstələyək, gürültülü alqışlarımızla inşallah. Və bir dəqiqəlik vaxtsalını saxlayan Aybəy. Heç zaman unutmur ki, istər ilk, istər 2-ci Qarabağ savaşında bizim minlərlə şəhidlərimiz var. Dəyərli qonaqlar, şəhidlərimizin ruhuna ithaf olunmuş bir dəqiqəlik sükut. Allah Teala qəni-qəni rəhmət eləsin cümlə şəhidlərimizə və beləliklə bəyimiz gəldimiz buyursun şərbət piramidasına inşallah. Gün o gün olsun